Moskvadan üstün idi Bakı. Birinci Sankt-Peterburg, Leningrad idi. Hökumət Çar Rusiyasının mərkəzi orada oturmuşdu. İkinci Bakıda idi. Sadə bir həqiqət deyəcəm sizə. SSR-nin dəmir yolu iki hissədən ibarət idi. SSR-də dəmir yolu nədir? SSR ümumiyyətlə dəmir yolu imperiyası olub. Siz öz mütəxəssislərinizdən soruşun. İki dəmir yolu olub. Böyük Oktyabr dəmir yolu, yəni bütün SSR-nin dəmir yolu, bir də Azərbaycanın dəmir yolu olub. Mehri dəmir yolu, Ermənistanın, Gürcistanın dəmir yolunun çox hissəsi Azərbaycana tabi olub. Ermənistan ki, hətta Mehri dəmir yolu da axıra qədər indinin özündə də rəsmən Azərbaycana belə deyək, yəni tabidir. Yəni əslində sizin bunu Azərbaycanın rolu, birinci dəmir yolu Azərbaycanda, birinci rabitə xətti Azərbaycanda, təkcə Şimali Qafqaz yox, Tataristan, Başkiriya, hamısı demək olar ki, Azərbaycanla bağlı olub. Bakı bunların mərkəzi olub. İndi siz bəzən adın qoyursunuz ki, güya İran İslam inqilabı olub, böyük inqilab olub və Azərbaycanda da 20 yanvar ona görə törətdirir. Yox, Azərbaycan, Bakı həmişə ağır çəkili olub, həmişə öndə olub. Azərbaycan dili, bütün Tataristana qədər Azərbaycan dili yayılıb.